Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, sizin ekranda gördüyünüz suallar bugün, yəni 29 iyun 2025-ci ildə OTK tərəfindən təşkil olunmuş son 4-cü qruplar üçün nəzərdə tutulan biologiya suallarıdır. Suallara aydınlıq gətirmək istəyirəm mən Şəlalə İbrahimova. Suallarda son OTK sınağı olmasına baxmayaraq bir çətinlik səviyyəsinin artırılması müşahidə olunmur. Sevindirici haldır, çünki qəbul imtahanlarını da bu tipdə gözləməyə bizə bir qədər də olsa ümid verir. Və hər bir abituriyentə demək istəyirəm ki, əgər sizin hədəfinizlə sizin aranızda 5 bal, 10 bal, 15 bal fərq varsa, xatırlayın və bilin ki, siz həyatınızın artıq dönüş nöqtəsindəsiniz. Bu 5-10 bal sizin üçün əlçatmaz deyil. Halbuki siz bu 10 balı əldə eləyərək öz arzularınızın qapısını açmış olarsınız. Elə öz abituriyentlərimə də deyirəm buradan bu sözü, qətiyyən ruhdan düşməyin. Siz bunu bacaracaqsınız, mən sizə əminəm, sizə inanıram. Hər birinizə uğurlar arzuluyuram, imtahana çox bir az zaman qalıb. Yəni sizin əl çatmaz hiss elədiyiniz heç bir qapı, yəni aça bilmədiyiniz, elminizlə, savadınızla aça bilmədiyiniz heç bir qapı yoxdur. Allah hər birinizə yardımcı olsun. Uğurlarınız bol olsun və unutmayın ki, siz bir də xatırladım ki, həyatınızın dönüş nöqtəsindəsiniz. Çalışın və öz arzunuzu əldə edin. Gəlin suallara başlayaq. Bəlkə bir qədər geniş izah oldu, amma mən öz abituriyentlərimə, öz yaxınlarıma da bu təvsiyəni vermək üçün belə geniş şərh verdim. Gəlin baxaq. Səbət çiçək qrupunda bərabər sayda çiçəyi olan eşşək qanqalı olsun. Deməli, altından xətt çəkək. Eşşək qanqalı, zəncirotu və göy çiçək bitkilərinin sayları bərabər olsun. Amma deyir, bu çiçəklərin içində nəyin sayı bərabər olar? Yəni, eşşək qanqalda və göy çiçəkdə yalançı çiçəklər var. Amma zəncirotunda yalançı çiçəklər yox idi. Beləliklə, elə bir şey götürməliyəm ki, onlarda hər üçündə sayı bərabər olsun. Ləçək sayı, bəli, ləçək sayı götürə bilərəm. Çünki yalançı çiçəklərdə də, həqiqi çiçəklərdə də ləçək var. Amma erkəkcik və dişicik götürə bilmərəm. Çünki yalançı çiçəklərin içərisində erkəkcik və dişicik olmur. Beləliklə, yalnız bir cavabı mənə B bəndində verilmiş oldu. İkinci suala keçirik. Kəskin respirator virus xəstəliyi olsun. Beləliklə, angina, bəli, respirator xəstəliyi olsa da virus xəstəliyi deyil. Qripi götürə bilərik, bəli, virus mənşəlidir. Zökəmi də götürə bilərik, COVID-19-u da götürə bilərik. Tənəffüs sistemi xəstəlikləridir. Hepatit virus xəstəliyi olsa da, deməli, əsasən qanla yoluxan xəstəlikdir və respirator xəstəliklərə aid deyil. Vərəm isə bakterial xəstəlikdir və vərəmin altından xətt çəkək. Beləliklə, 1 və 6 cavabları harda verilibsə, biz onları çıxaq. Çünki onlar bakterial xəstəliklərdir və 2 cavabını seçmiş olduq. Şimpanzenin döş qəfəsi sümüklərinin sayı onun bir çənəsində olan kəsi dişlərin sayından neçə dəfə çoxdur? Şimpanzenin döş qəfəsində olan sümüklərin sayı 40-dır. Orangutan desəydə 37 götürərdik. Deməli, orangutandan başqa şimpanzedir, qarilladır. Bunların döş qəfəsi 40 sümükdür. Bəs dişlərinin sayı insanla eynidir. Və bir çənəsində olan kəsici dişlərin sayını istəyirsə, beləliklə alt çənə götürə bilərik 4. Kəsici dişlərin sayı 4-dürsə, 40-ı da bölərsiniz 4-dən neçə dəfə çoxdur? 10 dəfə çoxdur. Əgər çoxhüceyrəli bir canlının bəzi hüceyrələri faqositozu həyata keçirə bilirsə, deməli bu heyvan orqanizmidir, özü də çoxhüceyrəli heyvandır. Onda bu hüceyrələr üçün hansı ifadə doğrudur? Hüceyrə divarına malikdir. Dedim ki, faqositozu həyata keçirən heyvan hüceyrəsidir, heyvanlardır, heyvanlar aləmində müşahidə olunur və hüceyrə divarı heyvanlar aləmində yoxdur. Turqor nə idi turqor? Hüceyrə divarına malik olan canlıların daxilinə su ehtiyatı toplayıb, daxildən hüceyrə divarına təzyiq göstərməsidir. Heyvan hüceyrəsində bu xüsusiyyət yoxdur. Birləşdirici toxuma götürə bilərəmmi? Bəli. Faqositozu həyata keçirən leykositlər qanın içində olduğuna görə birləşdirici toxuma götürə bilərsiniz. Göbələk hüceyrəsi götürə bilmərəm, hüceyrə divarına malikdir, orada faqositoz yoxdur və plastit də bitkilərə məxsusdur, orada da faqositoz yoxdur. Ulotrix və spiragira saplarında cəmi 58 xromatofor var deyir. Olsun, hər ikisində cəmi 58 xromatofor var. Yazaq 58.
və 58 xromatofordan 26-sı spirogirada var. Deməli, mənim 32 dənə xromatoforum hardadır? Ulotrixdədir. Və həmin Ulotrixdə də nüvə sayını istəyir. Xromatofor olan hüceyrələrin hər birində nüvə var. Yəni 32 götürmüş olaram. Əgər sualı dəyişib burada demək hüceyrə sayı soruşsaydı, yəni xromatoforu verib hüceyrə sayı soruşsaydı, rəngsiz hüceyrəni də əlavə eləyərdiniz. Amma indi ehtiyac yoxdur. Xərçəng kimilərə aid deyildir. Buğmayaqlılar tipi bölünür. Xərçəng kimilər, hörümçək kimilər, həşəratlar və ya cücülər, dəniz qozası, artemiya, məryəm qurdu və krevetkalar xərçəng kimilərdir. Amma tarantul xərçəng kimilərə aid deyil. Bu, aid nəyə? Hörümçək kimilərə və ən böyük hörümçək idi. İnsanın qanının adrenalin hormonu ifraz olunan zaman hansı baş verməz? Yəni, qanımıza adrenalin hormonu ifraz olunsun, amma bu proseslərdən biri baş verməsin. Tənəffüs hərəkətləri artar, qan təzyiqi də artar, qanda qlikozanın miqdarı da artar və nəbz vurğularımızın sayı da artar, amma ürək siklinin müddəti artmaz. Nəbz vurğularının sayı artdıqca ürək siklinin müddəti azalmış olar. Şəkildə göstərilən hansı rəqəmlə verilən hissədə gövdədən əlavə tumurcuq inkişaf eləyə bilər. Yəni, deyir ki, əlavə tumurcuğu inkişaf eləsin, amma seçdiyiniz gövdənin hissəsi olsun. Baxın, gövdənin hansı rəqəmlə verilən hissəsindən deyir. Əlavə tumurcuqlar harada inkişaf eləyirdi? Kökün üzərində, yarpağın üzərində və buğum aralarında. Nə kök, nə yarpaq gövdənin tərkib hissəsi deyil, amma buğum arası gövdənin hissəsidir. Ona görə mən 5 seçirəm. Buğum araları ilə 5-də verilib. Və keçirəm 9-cu suala. Şəkildə təsvir olunmayıb deyir. Gəlin baxaq, yan köklər. Bəli, əlbəttə, burada əlavə kökün üzərində xırda yan köklər görsənir. Əsas kök görürəmmi? Xeyr, əsas kök görmürəm. Buğum arası görürəmmi? Bəli, baxın, iki buğumun arasında görürəm. Buğum da görürəm, təpə tumurcuğu görürəmmi? Bəli, görürəm. Şəkildə həzm kanalının ən geniş şöbəsini istəyir. Mədə həzm kanalının ən geniş şöbəsidir. 5 cavabını seçə bilərsiniz. İnsanın oogeniz və spermatogeniz üçün ortaq xüsusiyyətini istəyir. Oogeniz yumurta hüceyrənin yetişməsidir. Spermatogeniz isə spermatozoidin yetişməsidir. Gəlin baxaq, bunlar üçün ortaq nə ola bilər? Əmələ gələn qametlərdə stoplazmanın miqdarı ortaq ola bilərmi? Xeyr. Yumurta hüceyrənin ölçüsü böyükdür və orada stoplazma çoxdur. Spermatozoidin ölçüsü kiçikdir, orada stoplazmanın miqdarı azdır. Hərəkət orqanoidina malik olmaq, yumurta hüceyrə hərəkət orqanoidina malik deyil. Hər iki proses eyni orqanda gedir, xeyr. Oogeniz gedir yumurtalıqda, spermatogeniz gedir toxumluqda. Bir başlanğıc hüceyrədən əmələ gələn qamet sayı, doğru deyil. Bir başlanğıc hüceyrədən toxumluqda 4 qamet əmələ gəlir, amma yumurtalıqda 1 qamet 3 yönəlci cisimciy əmələ gəlir. Əmələ gələn hüceyrələrin xromosom sayı bəli. Baxmayaraq ki, toxumluqda 4 qamet, yumurtalıqda 1 qamet və 3 yönəlci cisimciy əmələ gəlir. Bunların hər birinin xromosom sayı n-dir. N qoysaq, bəli, 4 n-i burada almış olarsınız, 4 n də burada. Bəli, xromosom saylarını bərabər götürə bilərsiniz. 12-ci sual çox maraqlı bir sualdır. Sxemdə bir heyvan növünün nəsil ağacı göstərilib və deyir ki, seleksiyaçı alim saf xət almaq istəyir. Onda hansı fərdlər arasında cütləşmə aparmalıdır? Saf xət almaq istəyirsə, yaxın qohum ata ilə qız, ana ilə oğul arasında çarpazlaşma aparmalıdır. Gəlin baxaq, verilənlərə əsasən 1 və 8 bəndləri seçilərsə, 1 və 8 bəndləri seçilərsə, bunlar elə bil ki, uzaq əmi ilə qız arasında olan bir çarpazlaşma olur. Mən yenə xatırladım ki, ata ilə qız, ana ilə oğul fərdlərin arasında olan çarpazlaşmadır. 1 və 8-i seçə bilmərik. 3 və 9-a baxaq. Baxın, 3 buradadır, 9 isə burada. 9 tam kənar bir fərddir, yəni o qohumluq əlaqəsi olmayan bir fərd, ona görə seçmirik. 6 və 9-a baxaq, yenə deyirəm, 6 nəsildən olsa da 9 tamam kənar bir fərddir. Ona görə burada yaxın qohum çarpazlaşması yoxdur. 4 və 7-yə baxaq, atadır, 7 isə qızdır. Bəli, 4 və 7 qohumda saf xətlərin alınması üçün istifadə oluna bilər. Baxaq o birisi suala, 13-cü suala baxırıq. X, Y, Z-i müəyyənləşdiririk. Bir hüceyrəli heyvan olsun. Qırmızı gözcüyü olsun. Bir hüceyrəli heyvan nə ola bilər qırmızı gözcüyə malik? Yaşıl evqilen olar,
Bir də Volvox olar. Xlomidominada seçə bilərəmmi? Qırmızı gözlüyü olsa da, xlomidominada bir hüceyrəli heyvan deyil. Y-də deyir hüceyrəvi udlaq olsun. Hüceyrəvi udlaq, hüceyrəvi ağız, hüceyrəvi sözündən yola çıxaraq, əlbəttə mən infizor tərlik götürəcəm. Bu bəndi silmiş olduq artıq. 2 bənd arasında qaldım, B və C. Və sonuncuda yalançı ayaq olsun və bir hüceyrəli heyvan olsun, adi amöb olan bəndi seçdim. Hər iki, əgər iki heterozigot fərdin çarpazlaşması zamanı alınan nəsildə hər iki əlamətə görə homozigot fərdlərin yaşama qabiliyyəti yoxdur. Genotipə görə nisbət necə olacaq? Hər iki, ümumiyyətlə bu əzbər bilir də, bütün abituriyentlər bilir ki, genotipə görə nisbət bu cür idi. 4 dənə 2, 4 dənə də 1. Və hər iki əlamətə görə homozigot fərdləri istəyirsiniz yazaq. Böyük yağlar, böyük beylər. Bir dənə belə genotip var idi, sildim. İndi böyük yağlar, kiçik beylərdə var idi. Bir dənə də belə genotip var idi. Yaşama qabiliyyəti yoxdursa, onu da sildim. Kiçik yağlar, böyük beylər var. Bir dənə də belə genotip var idi, onu da sildim. Kiçik yağlar, kiçik beylər də var. Bir dənə də beləliklə ölənləri saxladım, sildim və nə qaldı? 4 və 4 dənə 2 qaldı. C bəndində bizə verilib. İnsanın ürəyində aypara qapaqlar yerləşir. Yadımıza salırıq. Aypara qapaqlar mədəciklə damarlar arasında yerləşir. Gəlin baxaq. Sağ mədəcik aorta arasında. Sağ mədəciyin aorta ilə heç bir əlaqəsi yoxdur. Sağ mədəcikdən ağciyər kötüyü çıxar. Ona görə burada silirəm. Sol mədəciklə aorta arasında bəli, bilavasitə əlaqədərdir. Amma digər bəndlərə baxaq. Mədəciklə qulaqcıq arasında seçə bilmərik, taylı qapaqlar var. Sağ mədəciklə ağciyər venası. Sağ mədəciklə ağciyər venası əlaqəli deyil. Çünki ağciyər venaları sol qulaqcığa birləşir. Sol qulaqcıqla ağciyər kötüyü, sol mədəciklə ağciyər kötüyü arasında heç bir əlaqə yoxdur. Yəni mən B bəndini seçmiş oldum. 16-cı suala baxırıq. Hər iki aləmin nümayəndələrindən təşkil olunub. İki aləmin nümayəndəsi istəyirsə, bu simbioz orqanizm olmalıdır və mən şibiya seçməliyəm. Digərləri iki aləmin nümayəndəsi deyil. İnsanın bu sümüyü verilən sümüklərdən hansı ilə bilavasitə birləşmir? Birləşmir deyirsə, oma fəqərələrini götürəcəyəm. Bəli, oma ilə birləşmir. Nə ilə birləşirdi? Çanaqla bilavasitə birləşirdi. Harda iki cavabları var, silək. 1 ilə başlamalıyam. Ya 1-3 seçməliyəm, ya 1-4. Deməli, qamış sümüyü iridir. Bu sümüyü onunla bilavasitə birləşə bilər, amma inci sümüyü ilə bilavasitə birləşmir. Həm iki qat zəncirə, həm də hidrogen rabitəsinə malik olsun və polinukleotid olsun. Həm iki qat zəncir olsun, DNT seçə bilərəmmi? Bəli. Amma məlumat RNT-si seçə bilmirəm. İki qat zəncir də yoxdur, hidrogen rabitəsi də yoxdur. 2 olan bəndləri çıxıram. 3 hidrogen rabitəsi var, amma 2 qat zəncir yoxdur. 3 olan bəndləri də silirəm. 4 insulində isə 2 qat zəncir yoxdur və hidrogen rabitə. Zülal olsa da hidrogen rabitə var, amma 2 qat zəncir yoxdur. Beləliklə, yalnız bir bəndini seçmiş olduq. Robert Hooke hüceyrə terminini işlədiyi zaman baxdığı obyektdə hansı toxuma qrupunu görüb? Robert Hooke ağacın mantar kəsiyinə baxıb, qabığına baxıb. Deməli, hansı toxumaya aiddir qabıq? Örtük toxuma verilən bəndi seçək. Örtük toxuma bir dənə C-dədir. Baxaq digərləri uyğundurmu? Və bitki gövdəsinin hansı qatında yerləşir? Örtük toxumadırsa, qabıq qatında yerləşəcək, yenə uyğundur. Və zaman keçdikcə qabığın qalınlığı dəyişirmi? Bəli, qabığın qalınlığı artır. C bəndini seçmiş olduq. 20 nömrəli sual məsələdir. Göyərçinlərdə 304 dənə caynaq var. Göyərçinin 14 barmağı olsa da, göyərçinlərdə olan caynaq sayı deyirsə, ayaqlarını götürəcəksiniz. 8. 304-ü bölürsən 8-ə. Bölək. Və onların onda neçə fərd olduğunu biz tapmış olacaq ki, neçə göyərçin götürülüb. Bəli, biz artıq 304-ü böldük 8-ə ki, caynaq sayına əsasən artıq bizdə nə götürülüb? 38 dənə göyərçin var. Və bu 38 göyərçində olan barmaqların sayını istəyir. Mənim 38 göyərçinim varsa, barmaq deyirsə burada, yəni həm yuxarı ətrafda barmaqları var, həm aşağı. 14-ə vurum. Alınır 532. Barmaq sayı
532-yə bərabərdir. Və ön ətrafın qurşaq sümükləri 38-i də ön ətrafın qurşaq sümükləri də 6-dır. 2 kürək, 2 körpücü, 2 qarğa. Beləliklə burada da alıram 228. Və aralarındakı fərqi tapıram. Çünki onlardan neçə ədəd çoxdur deyir. Çıxanda qalır, deməli burada 304. Cavab 304, Y bəndi verilib. Növbəti suala keçək. Göl qurbağası haqqında hansı ifadə doğru deyil deyir? Baxaq, mayalanma xaricidir? Bəli, doğru olmayan axtarıram. Üzmə pərdələri 10-dur, doğru deyil. 10 barmağı var, amma 8 üzmə pərdəsi var. Döş sümüyü qurşaq skeletinə aidi doğrudur. Ətrafında barmaq sayı 18-dir, bəli. Arxa ətraflarında 10, ön ətrafında 8, doğrudur. Ürək mədəciklərində ara kəsmə olmur, doğrudur. Ara kəsmə sürünənlərdə, kərtənkələdə meydana gəlib. Eyler-Venn diaqramına uyğun bəndləri seçin. Angina törədiciləri, vəba törədiciləri. Angina törədiciləri kürə şəkilli idi, vəba törədiciləri vergül. Yenə də baxaq, prokaryotlara aiddir. Hər ikisi bakteriya olduğuna görə 3-ə 1 yazırsınız. Vergül şəkillidir deyirsə vəba. Kürə şəkillidir deyirsə angina, heterotrof yolla qidalanır. Heterotrof yolla qidalanır hər ikisi də, yəni parazit olsalar da heterotrofun bir növüdür. Badamcıqların iltihabına səbəb olur. Angina boğazdadır, badamcıqların iltihabına səbəb olur. Nazik bağırsağı zədələyir. Beləliklə vəbaya da 6 bəndini aid elədik. Deməli, mən 1-ə aid eləməliyəm 3-5, B bəndində 3-5 verilib. 2-yə aid eləməliyəm 2 və 6, 3-ə 1, 4. Doğru fikirdir, B bəndini seçmiş olduq. Mongoloidlərlə bağlı doğru fikri seçək. Bilavasitə neandertallardan başlanğıc alıblar. Bütün yəni bu irqçiliklə bağlı olan bir fikirdir. Sonradan bu fərziyyənin səhv olduğu sübut olundu. Bütün irqlərin əcdadı hamısı Xromanyondur, ona görə səhv fikirdir. Homo növünə aiddir. Homo növü yoxdur ki, 2 sözdən ibarət olsaydı növ götürərdi. Homo cinsdir. Ətrafları büküşlü gözlərə malikdirlər. Burada ətrafları yox, büküşlü gözlərə malik olsaydılar desə daha yaxşı olar. 3 doğrudur, büküşlüdür. Yəni gözlər aşağı hissədən bir qədər büküş var. Afrika və Avstraliya şaxələrinə ayrılır. Avstraliyada ümumiyyətlə mongoloidlər olmur. Asiya ölkələrində rast gəlinir onlara. Çin, Asiya ölkələri. İri və yastı üzə, düz və sərt saçlara malikdir, doğrudur. Ensiz üzə, düz və yumuşaq saçlara, xeyr. Düz və sərt saçlara demək daha yaxşı olar. 3 və 5 bəndlərini seçmiş olduq. Beləliklə 24-cü suala baxaq. Baş beynin sol yarım kürəsi qabığındakı sinir toxması hüceyrələri. Baxın, baş beyni çəkək. Bu olsun bizim baş beynimiz və sol tərəfində istəyir. Sinir toxması hüceyrələri deyəndə mən həm neyronları götürəcəm, həm də peyk hüceyrələrini. Çünki hüceyrələri deyir, sadəcə toxma hüceyrələrini. 18 milyard idisə, maksimum deyir də, maksimal 18 milyard götürürük, düzdürmü? 18 milyard maksimal götürürük. Minimal sayında nə götürürük? 12 milyard götürürük. Sol tərəf dediyinə görə, sol tərəf 18-in 9 milyardını götürək burada. Və 90 milyardda burada nə var? Peyk hüceyrəsi var. Beləliklə 99 milyard sol tərəfdə hüceyrə var. Maksimum. Bu oldu bizim nəyimiz? Maksimum qiymətimiz. Minimum olsaydı 6 milyard, burada da 60. Deməli 99-dan 66 minimal miqdarı çıxıram və qalır 33 milyard hüceyrə. Cavab 33 milyard. Növbəti suala keçək. Həm qlikoliz, həm də oksigenli parçalanmada yaranan maddələr olsun. Glikolizi həyata keçirən, oksigenli mərhələni də həyata keçirən hüceyrələr bir məqsədlə həyata keçirilir. ATF sintez eləsinlər. Glikoza sintez olunurmu? Xeyr. Glikoza parçalanır. Harda? Glikolizdə. Bəs oksigenli mərhələdə nə idi? Süd turşusu parçalanır. Ona görə 2 bəndini seçmirik. Süd turşusu hər ikisində əmələ gəlirmi? Glikolizdə əmələ gəlir, amma oksigenlidə əmələ gəlmir. Amma su hər ikisində əmələ gəlir. 1 və 4 bəndini seçirik. Atomların biogen miqrasiyasının 1-ci, 2-ci və 3-cü növünün meydana çıxma eralarını deyin. Atomların biogen miqrasiyası bir hüceyrəlilərin miqrasiyasıdır. Bir hüceyrəlilər arxeyidə yaranıb. İkincisi,
Çox hüceyrəlilərin miqrasiyasıdır. Yəni ikinci çox hüceyrəlilik, proterozoy. Üçüncüsü nə idi? Üçüncüsü də insan idi. İnsan da kaynazoy erasında yaranıb. 1, 3 və 5 bəndlərini seçdik. Uyğunluğu müəyyən eləyək. Fərdi və kütləvi seçmə haqqında doğru fikirlərə baxaq. Heyvanlarda və öz-özünə tozlanan bitkilərə tətbiq olunur fərdi seçmə. Yalnız heyvandarlığa yalnız sözünü işlətmək olmaz. Bax, yuxarıdakı ifadə heyvanlara və öz-özünə tozlanan. Ona görə B bəndini heç birinə aid eləmirəm. Yalnız sözü dediyinə görə. Homozigotluğun artmasına səbəb olur. C bəndini bura aid eləyəcəyik. Homozigotluq artır öz-özünə də. Çarpaz tozlanan D bəndini bura aid eləyirəm. Heterozigotluğun artmasına səbəb olur. A, C və D-yi olaraq qruplaşdırmış olduq. Və situasiya suallarına keçək. Tədqiqatçı canlının DNT molekulunun bir genində ölçüsü timin azotlu əsasının ölçüsünə bərabər. Timinin ölçüsünə bərabər sitozindir. Ölçüsünə bərabər olan azotlu əsasın olmadığını dedi. Molekulda sözü işlənirmi? Bəli. Molekulda sözü işlənir bir genində. Molekulunun bir genində sözü işlənir. Yəni artıq burada sitozin nukleotidi yoxdur. Bu gende 50 triplet var idi. 50 triplet var. Tamam. İndi həmin genin uzunluğunu istəyir məndən. Həmin genin uzunluğunu istəyirsə və orada 50 triplet varsa, deməli genin uzunluğunu nə edirəm? 50-ni tripletləri vururam 3-ə. Olur 150 nukleotidim. 150 nukleotidi də vuraram 0,34-ə. Genin uzunluğunu dediyinə görə, bax, DNT molekulunun uzunluğu desəydi, rəqəmi 2-yə bölərdim. Amma genin uzunluğu dediyinə görə 0,34-ə vuraram. Və cavab oldu 51 nanometr. Mikrometr, nanometr nə olur olsun. Bu DNT geninin üzünün köçürülməsi prosesində genindən söhbət gedir. Üzünün köçürülməsi prosesində sitozin yoxdur. Və molekulda demir və geninin üzünün köçürülməsi prosesində neçə növ və hansı nukleotidlər iştirak edir. DNT-də nə qaldı? Sitozin yoxdursa gen deyir, yenə deyirəm. Molekul sözü işlətmir ki, siz onun komplementarını çıxasınız. Adenin qaldı, guanin qaldı, bir də nə qaldı? Sitozinimiz yoxdur, timin qaldı. 3 dənə bu. Üzünün köçürülməsi deyəndə adeninin qarşısında urasil duracaq, guaninin qarşısında sitozin duracaq, timinin də qarşısında adenin duracaq. Üzünün köçürülməsi prosesində neçə növ nukleotidlər iştirak elədi? Adenin, guanin, timin və urasil, sitozin, adenin. Və xatırladım ki, məlumat RNT-sinin nukleotidi adenini növ olaraq DNT-dəki adenindən fərqlənir, beləliklə 6 növ. Hansı nukleotidlər oldu? Biz onu yazdıq. DNT-nin, geninin maksimum neçə növ triplet ola bilər? Bax, genin söhbəti dediyinə görə molekul demir, komplementarı çıxmırsınız. Deməli, adenin, guanin, timindir. 3 nukleotidiniz varmı? O 3-3 kodlaşdırılırmı? O da bərabərdir, 27 oldu. Və bu genin sonunda yerləşən tripleti müəyyən edin. Sonunda yerləşən triplet istəyirsə, stop triplet istəyir. Gəlin stop tripletlərini yazaq DNT üçün. ATT, ATS və AST. Zaten sitozin yoxdur və siz bu stop tripletlərindən istifadə edə bilməyəcəksiniz. Deməli, sonunda yerləşən tripletimiz də ATT oldu. Beləliklə, biz bu 2025-ci ilin ən son sınağına izah verdik. Diqqətiniz üçün təşəkkür edirəm. Və hər birinizin fikri mənim üçün önəmlidir. Buyurun fikirlərinizi bizimlə bölüşün. Mən də vaxt tapdıqca sizin fikirlərinizi cavablandıracağam. Çox sağ olun. Təşəkkür edirəm.